İdman yalnız güc və fiziki hazırlıqdan ibarət deyil. Hər uğurun arxasında güclü psixologiya, yüksək motivasiya dayanır. İdmançı qələbəyə gedən yolda təkcə bədənini deyil, düşüncələrini də idarə etməyi bacarmalıdır. Hər məşq, hər çətinlik və hər uğursuzluq idmançının xarakterini formalaşdırır. Bu yolda rahatlığı deyil, dözümlülüyü seçmək lazımdır. Gərginlik, həyəcan, təzyiq, bunlar hər bir çempionun tanıdığı hisslərdir. Düzgün psixoloji hazırlıq idmançının diqqətini gücləndirir, özünə inamını artırır və hədəfə fokuslanmasını təmin edir. Zəif anlarda ayaqda qalmağı, güclü anlarda isə sürəti artırmağı öyrədir. İdmanda psixoloqların önəmi isə əvəzsizdir. Onlar idmançılarla birbaşa kontaktda olaraq emosional tarazlığın qorunmasına töhfə verirlər. Azərbaycanda da bir çox federasiyalar psixoloqların xidmətindən yararlanır. Bu peşəni icra edənlərdən biri də Gülbəniz Məmmədlidir. O, hazırda Azərbaycan Karate Federasiyası və Milli Olimpiya Komitəsində Təhlükəsiz İdman Komissiyasında psixoloq kimi fəaliyyət göstərir. Mütəxəssis idmanda psixologiyanın önəmini vurğulayıb və bu sahənin asan və çətin tərəflərindən bəhs edib. İdman psixologiyası idmanın ən önəmli hissələrindən biridir bildiyimiz kimi, amma Azərbaycanda bu sahə yeni-yeni yaranmağa başlayır. Əslində belə baxsaq, federasiyaların tərkibində müəyyən hissələrdə daimi olaraq bizdə idman psixoloqları olmalıydı, amma günümüzün reallığına nəzər salsaq görərik ki, hal-hazırda bu çox az saydadır. Mənim özüm isə 3 ildə artıq federasiyaların əməkdaşlıq eləyirəm. Burada bir neçə federasiyanın adını çəkə bilərəm ki, bunlara Karate Federasiyası, Judo Federasiyası müəyyən komandasının hissəsi, daha sonra güllə atıcılığının müəyyən hissəsi bura daxildir və 2024-cü ildə Paris oyunlarında Paralimpiya millimizin idman psixoloqu olduğum zaman artıq bunun daha da uğurlu olacağına əmin olduğuma görə birbaşa federasiyalarla əlaqə yaratmağa başladım. Gülbəniz xanım Paris 2024 Olimpiya oyunlarında milli komandamızın düşərgəsində olub. Onun multi-idman oyunları ilə bağlı təəssüratları da maraqlıdır. Bizim idmançılarımız təxminən 5-6 ay müddətində ciddi şəkildə performansın yüksəldilməsinə yönəlik idman psixologiyası seansları aldı və bu məqamda həm mən, həm də ki məşqçilərimizin düzgün inteqrasiyası, düzgün vəhdəti sayəsində biz idmançılarımızı A nöqtəsindən B nöqtəsinə istədiyimiz performansda gətirə bildik. Bunun da nəticəsi olaraq Paris oyunlarında paralimpiyaçılarımızın medal sayınla artıq görə bilərik ki, həqiqətən də idman psixologiyası idmançının uğurunda əsas şərtlərdən birinin demək olar ki, rolunu oynayır və bu şərtlərin bütün idmanda olduğunu nəzərə alaraq bildirə bilərəm ki, hal-hazırda mənim özüm də bu istiqamətlərdə federasiyalarla iş aparım. İstər Milli Olimpiya Komitəsi, istərsə də ki, digər federasiyalar artıq özlərində bu cür tədbirlərin olması, bu xidmətin federasiyalar tərəfindən təqdim olunmasına çox maraqlıdırlar. İdmanda zirvəyə çatmaq güclü iradə və dözüm tələb edir. Bunun üçün bəzən illər gərəkdir. İradə hər bir idmançının sahib ola biləcəyi ən dəyərli məfhumdur. Bunu formalaşdırmaq isə güclü psixologiya və əzm tələb edir.